Sıfırdan millə toxumalını öyrənənlər üçün Express Master Classlar dərsləri davam edir. Bu dərsdə biz 2 dənə millə toxunmuş hissələri birləşdiririk iynə ilə. Deməli, əslində bunların hamısı eyni rəng sap olmalıdır. Birləşdirirsiniz ki, bu görünməz olsun. Deməli, amma sadəcə bu nümunədə deyil, mən də hamısını ayrı-ayrı rənglərdə eləmişəm. Və bu metod üçün ilmələri bağlamırıq. Baxın, çəhrayı hissənin və yaşıl hissənin ilmələri açıqdır. Milin üstündədir. Heç mildən hələ çıxartmamışam. Bunu milin üstündə də göstərəcəm eləməyi. Mildən hamısını çıxardıb orada da göstərəcəm eləməyi. Nümunə üçün başlığından bir hissə elədim. Baxın, belə görsənir. Bu hamısı bir rəng olsa, bu birləşmə görsənməyəcək. Hamısı eyni, bu düz toxunuş kimi görsənəcək. Bir də onu nəzərə alın ki, həmin bu birləşdirilmiş bu tam bir sıradır. Okay? Bu burada toxuduğumuzun tam bir sırasıdır. Onu da nəzərə alırsınız. Deməli, birləşdirmək üçün nə edirik? Baxın qızlar, aşağı və yuxarı bunları bax hissələri belə üz-üzə gətiririk, milləri üz-üzə gətiririk. Deməli, mən necə başlayıram? Bu ilmələr, gəlin biraz çıxardaq. Məsələn, hərəsindən 1-2 dənə, 3 dənə çıxardaq. Deməli, biz nə etməliyik? Baxın, buradakı ilmənin içindən bir dəfə artıq keçmişəm. Deməli, ilmə necə görünür əslində? Əsas məsələ odur ki, bizim bu ilmələr çevrilməməlidir. Ona nəzarət eləmək lazımdır. Baxın, belə tutdumsa çevrildi. Deməli, bax, bu ilmənin əsas hissəsini görürsünüz, bax, burasını. Deməli, ilmə düz durduğu şəkildə, bax, bu aşağı bunun gövdəsidir və bunun hər sağ və sol yarısı sıralara davam eləyir. Baxın, elə bir ki, əllərini uzadır bu tərəfə, növbəti ilməyə keçir. Və bu sağ tərəf əlini uzadır, keçir sol tərəf. Əlini uzadır, keçir növbəti sol ilməyə birləşir və eləcə də sağ tərəf sağ yarısı ilmənin. Buradan əlini uzadır, keçir soldakı ilməyə. Sağdakı ilməyə, qatdım, qarışdırdım hamısını bir-birinə. Baxın, bu sağdakı bu ilmənin bir yarısını artıq tikmişəm. Fərz eləyək ki, bu sıranın başlanğıcıdır, hələ təzə başlayırsınız və burada heç bir birləşmə yoxdur. Elə bu birləşməni, deməli, birinci dəfə necə başlayırıq? Yuxarıdan aşağı. İlmənin düz mərkəzindən keçirəm. Yuxarıdan aşağı. Buradan belə keçirəm. Və düz yanındakı soldakı ilməyə aşağıdan yuxarı keçirim. Aşağıdan yuxarı belə üzünə.